neçə bax var? 5. 5-ə baxarıq. Deyir ki, məchul növlü cümləni seçin. A variantında Nick has been to. To olmazdı. Məchul növlü olmaq üçün nə lazımdır bizə? Bir dənə fail lazımdır. Verb 3 lazım idi. B variantında da away fail deyil. C'də də root fail deyil. D variantında da attentive fail deyil. Sifətdir. Y variantı isə introduced fail. Özü verb 3-dür. Deməli cavab nədir? Y variantıdır. 13-dən bax var Asemir. 8. 8-ə baxarıq. Deyir məchul növlü cümləni seçin. Is sintetik məchul növ ola bilər? Xeyr. Is used məchul növ ola bilərmi? Ay, sağ ol. Eləcə burada ümumiyyətlə 3-də heç nə yoxdur ki, məchul növ olsun. Əmizar, voz və nəsə olmalı idi, yoxdur. 4 isə is used məchul növ ola bilərmi? Bəli, ola bilər. Cavab nə oldu? 2, 4. 13-dən bax var. Ona oxşardı başa düşdüm. Dinlə də ay Seymur. 9. 9-a baxırıq. Was granted var. Was self-confident. Self-confident fail deyil. Sifətdir, ona görə səhvdir. C variantında was'dan sonra z gəlir. Z faildir. Xeyr, ona görə bu da səhvdir. Amma has been granted faildir. 1, 4. C variantı. Sonra? 11. 11-ə baxırıq. Ən asan testi ən çox səhvlə gəlmişsən, Seymur. A variantı 1-də problem were written. Məchul növ varmı? Yes. 2-yə baxırıq. Məchul növ var? Aysə 3-ə baxırıq. Məchul növ var? Has been used. Bəli. 4-də var məchul növ? Yox. Cavab nə olur? Bəli. Sonra afərin. 13-ə baxırıq. Have appointed. Məchul növ varmı? Nətər harda var? Yoxdur. Məchul növ olması ona nə lazım idi uşaqlar? Been lazım idi. Have appointed normal zamandır, bitmiş zamandır. Məchul olması nə lazım idi ona? Have been appointed olmadı. Ona görə 1 səhvdir. 2-də var, bəli, 2 düzgündür. 3-də də var, 3 də düzgündür. 4-də də var, been-i də var, appointed var. Sual cümləsi olduğuna görə sadəcə ayrılıbdır. Ona görə problem yoxdur. Amma 5-də been-i yoxdur deyə səhvdir. 2, 3, 4-dür. Sonra 25-ə baxırıq. 22. 22-yə baxırıq. Demişdim ki, sual cümləsinin sonunda sifət və ya zərf gələrsə məchul növ deyil. 2-də expensive gəlib, 3-də də good gəlib. Hər ikisi bahalı, yaxşı sifət olduğuna görə səhvdir. Cavab nə olur? 1-dən 4 sadə C variantı. Sonra 23-ə baxırıq. Yenə eyni qayda sual cümləsinin sonunda sifət və eyni qaydanı yəqin ki, unutmuşsan evdə. Sifət və bunu niyə yazmamışsan? Döyən arasından testidir. Sifət və ya zərf gələrsə məchul növə keçə bilməz. 2-də happy var, 4-də də talented var. Happy xoşbəxt, talented istedadlı. Necə? Hər ikisi sifətdir, deməli səhvdir bunlar. Cavab nə olur? 1, 3. Bəli. Sonra 25-ə baxırıq. Yenə is gathered məchul növdədir, 1-i götürürəm. 2-də heç bir will be accepted var. 2-ni də götürürəm. 3-də was tasty. Tasty isimdir ki, biz bunu faildir ki, biz bunu götürək. Xeyr. 4-də də yenə sual cümləsi sonunda da fresh var. Fresh təzə sifət olduğuna görə sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilməz. Məchul ola bilməz. Cavab nə olur? 1-dən 2. Aydındır? Sonra 27-yə baxırıq. Yenə eyni qayda, bu qaydanca unutmuşsan ay Seymur. Sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilməz. Ay, sağ ol, afərin sənə. Qəşəng. Əsas odur ki, başa düş. Səhv yazmanız önəmli deyil. Önəmli olan başa düşməyinizdir. Bir də yazmamağınızı əsəbləşirəm mən. Sonra 33-dən qox var. 33-ə baxırıq. Is never listened. Məchul növ var, is listened. Sadəcə araya never keçib, never da keçə bilər, heç vaxt deməkdir. Zaman zərfləri əvvəl araya keçə bilir. 1, okey. 2-də important sifət gəlib. Sual cümləsinin sonunda sifət varsa məchula keçə bilməz. 4-də də good gəlib. Sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilmir. 1, 3, bəli. Qaydanı təkrar edirəm ki, yadınızda qalsın hər dəfə. 39-a baxırıq. Eyni qayda sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilmir. 2-də wool'un, yundan necə sifətdir, 4-də də yer zərfidir. Ona görə bu da keçərmir. 1 və 3. Amma sadəcə sual cümləsinin sonunda, normal nəqli cümlənin sonunda hər şey gələ bilər. Yəni bu qayda suala aiddir. Sonra 40-a baxırıq. Eyni qayda sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilməz. A variantında good var. Good necə? Ona görə səhvdir. 4-də problem yoxdur, period isimdir. Bir də 2 səhvdir. Çünki
Sorted bir tərəfdə, are bir tərəfdə. O elə ola bilərdi ki, are sorted olsa okey olardı. Amma sorted are olar, xeyr ola bilməz. Cavab nə olur? 1 və 4 olur. Bəli. Sonra 40-ı dedim də. 41. Oy, deyirəm 40 neçədir qoyum. Hə, 41-ə baxırıq. Sual cümləsinin sonunda sifət və ya zərf varsa məhlula keçə bilməz. Ona görə bir də beautiful, gözəl, necə sifətli biri çıxdım. Bir də 4-cü cümlədə demişdim cümləmiz there is, there are, there was, there was, there will be ya da bunların sual forması. Is there, are there, was there, were there, will there, be ilə başlayırsa məhlula keçə bilməz. Ona görə 4 də səhvdir. Cavab olur 2, 3, bəli. 49. 49-a qabaq var? 43. 43-ə baxırıq. Sual cümləsinin sonunda sifət və ya zərf varsa məhlula keçə bilməz. İndi baxırıq nəyə? Bir nağdı səhvdir. Çünki 4-ün çirkli feil deyil, sifətdir. Ona görə 1-i çıxdım. 2 doğrudur. Deməli, will be baked. 3 də doğrudur. Amma 4-də read hazır necə? Sifətdir, ona görə səhvdir. Cavab olur sadəcə 2, 3, Y variantı. Yoxdur sonra, yoxsa var? 49 var. Baxıram nə 49-da nəyə? Bir də sual cümləsinin sonunda sifət var, soft var. Deməli, məchul ola bilməz. 1 səhvdir. 2-də is used var. 3-də yoxdur. Was not. Used bir tərəfdə, was bir tərəfdə. Heç şey olar. Was used olar, amma used was olmaz. Ona görə 3-də səhvdir, amma 4-də is used var. 2 və 4 cavab sadəcə Y variantı. Sonra 54. 54-ə baxırıq. 52-yə baxırıq, okey. Deməli, 3-də zervozla başlayıb. Cümləmiz zervozla başlayıb, məhlula keçə bilməz. Çünki deyir ki, dünənləri yağışlı hava var idi. Əslində bu cümlənin özünə səhv var. Hava ilə bağlı şeyləri zervozla verə bilmərik, it was-la verməliyik. Ümumiyyətlə bu cümlə səhvdir, yəni. Amma yəni it was-la da başlayıb, yenə bu cümlə məhlula keçə bilməz. Məchul odur ki, hərəkəti icra eləyəni gizlədək. Məsləhəti. Ay, sağ ol, məchul odur. 3-də məchulluq yoxdur, bəli. 1-ə baxıram. Gained. Burada da was quite var. Was-dan sonra quite gəlib. Quite feildir. Xeyr. Ona görə sakit deməkdir. Yox, tamamilə deməkdir. Ona görə 1 səhvdir. 2-də was found feil var. 4-də was interrupted var. 2 və 4 cavab olur. D variantı, bəli. Sonra 54 demişdiniz. 54-ə baxıram. Deməli, 2 nağdı səhvdir. Has never been, bindən sonra gəlməlidir feil. Abroad amma feil deyil. Has been left bir doğrudur. We heard was. Tərsinə verməlidir. Was heard olmadı. Ona görə bu səhvdir, amma was haydın 4 doğrudur. Cavab olur nə? 1 və 4 C variantı. Sonra 59. 59. Sual cümləsinin sonunda sifət və ya zərf varsa məchula keçə bilməz. Avayna delicious var. Deməli, nədir bu? Səhvdir. B variantında was shining məchul növ deyil. Was shined olsaydı doğru olardı. Amma shining məchul növ normal zamandır. Keçmiş davam edici zamandır. 3-də was being tasted var. 4-də was borrowed var. 3, 4 sadəcə cavab. Sonra? Şey? 60, ona bunu dayandıraq.